Salam uşaqlar. Uşaqlar, keçdiyimiz sınavlardan demişdim ki, bir sıra seçilmiş məsələlərin burada sizə həllini izah edəcəyəm. Həmin məsələlərin həllini sizə izah edirəm. İşarələdiyim 3 nömrəli tapşırığın həllini izah edirəm. 3 nömrəli tapşırıqda yazılıb ki, onluq say sistemində verilmiş 8 üstü 16 ədədinin ikilik say sistemində kodlaşdırmaq üçün ən azı neçə bayt tələb olunur? Biz demişdik ki, 2-nin, 8-in qüvvətləri şəklində olan ədədləri biz 2-lik, 8-lik və 16-lıq say sisteminə rahatlıqla keçirə bilirik. İndi gəlin onluq say sistemində vurulmuş bu 8 üstü 16 ədədini 2-lik say sisteminə çevirək. Və bu qaydanı da demişdik ki, 2 üstü n şəklində ədədlər onluq say sistemində verildikdə, bunlar 2-lik say sisteminə keçəndə birbaşa bir arxasında n dənə sıfırdan ibarət bir ardıcıllıq olur. Onda qaydaya əsasən 8 üstü 16-nı biz yazarıq 2 üstü 8 üstü 16-nı yazaq 2 üstü 4 üstü 16, o da bərabərdir 2 üstü 64. Üzr istəyirəm, 2 üstü 3 üstü 16, bu da eləyəcək 2 üstü 48. 2 üstü 48 o deməkdir ki, 1 və 1-in sonunda 48 dənə 0. Yəni, onda ümumilikdə bu ikilik say sisteminin hər bir rəqəmi 1 bit olduğundan bu həcm edəcək nə qədər? 49 bit. 49 biti də neçə baytla, ən azı neçə baytla ifadə edirik? 49 bit də tam bayt olmadığından biz 49-u 8-ə bölsək, düşəcək 6 tam 8-də 1. Deməli, tam bayta bunu yuvarlaqlaşdırsaq 7 baytla ifadə etmiş olacaq. İndi keçək 7 nömrəli tapşırıq. Bunu pozuram. 7 nömrəli tapşırıqda nə yazılıb? 7 nömrəli tapşırıqda yazılıb ki, diqraf biz hansı ardıcıllığa demişdik, yəni qraflara demişdik. Orada tillərin hamısının istiqaməti var idi. Yəni, bütün tilləri qövsi idi. Diqrafın qonşuluq matrisindəki birlərin sayı ən çox olan sətirlərdəki sıfırların sayı bu matrisin bütün sıfırların sayında nə qədər azdır? Deməli, demək istəyir ki, verilmiş bu qrafı biz qonşuluq matrisində şəklində təsvir etsək, bu qonşuluq matrisində hansı sətirlərdə ki, birlərin sayı ən çoxdur, oradakı o sətirlərdəki sıfırların sayı nə qədərdirsə, bunları biz tapmalıyıq. Sonra da ki, bu matrisdə ümumiyyətlə nə qədər sıfır varsa, o ümumiyyətlə nə qədər sıfırdan birlərin sayı ən çox olan sətirlərdəki sıfırların sayları cəmi çıxmaq lazımdır. İndi gəlin görək, bu qrafda ümumiyyətlə neçə dənə sıfır var. Biz bunu hansı üsulla tapırdıq? Deməli, bu qrafın 8 dənə görürsünüz təpəsi var. 8 təpədirsə, onda bunu qonşuluq matrisi formasına təsvir edərkən 64 dənə 0-1 ardıcıllığı yaranacaq. Bəs görün, onda sıfırların sayı nə qədərdir? Sıfırların sayı olacaq, bax bunu buradan yazıram. Sıfırların sayı olacaq 64-dən tillərin sayını çıxacaq. Niyə? Biz demişdik, tilin həmişə 2 mislini çıxırıq. Çünki bir til özündə 2 dənə 1 saxlaya bilir. Amma yönəldilmiş qrafda elə bir til özündə 1 dənə 1 saxlayır. Onda başlayaq saymağa. Bax, görək nə qədər til var. Bu təpədən başlayıram. Bundan 3 dənə til, 3. Sonra bundan 4, 5, 6, 7. Yəni, bu təpədən çıxanı saydım. 7. Bu təpədən cəmi biri çıxır, ilgək 8. Bu təpədən isə 9, 10, 11. Bu təpədən cəmi biri çıxır, 12. Bu təpədən 3 dənə çıxır. Neçə elədi? 15. 15. Bu təpədən də biri çıxır cəmi, elədi 16. Deməli, burada tillərin sayı belə deyək, 16 dənədir. Onda 16 dənədə nə var? Burada 1 var. Yəni, qonşuluq matrisi kimi təsvir edəndə 16 dənə 1 olacaq. Və nəticə eləyəcək neçə? Nəticə eləyəcək 48. Deməli, bu qraf ümumiyyətlə qonşuluq matrisinə çevrilərkən burada 48 dənə 0 olacaq. Hansı ki, bu şəkildə qeyd etmişəm. Görürsünüz, sıfırların sayı mənası. İndi görək ən çox 1 olan,
Bax görürsən deyir ki, diqrafın qonşuluq matrisində birlərin sayı ən çox olan sətirlərdəki özdə bir neçə dənə sətir. Buradan bunu da pozaq bunun üstündən. Görək ən çox hansılardır? Ən çox hansılardır? Ən çox bir olanlar bax hansılardır? Birincisi budur. Bax bu təpədir. Görürsüz, burada biz bunu qonşuluq matrisinə çevirərkən hər sətir 8 dənə nədən ibarət olacaq? Xanadan ibarət olacaqdır. Niyə 64 tapdıq? Çünki 8 dənə belə xana, sonra da 8 dənə də belə xana olduğundan 64. Deməli, istənilən sətir 8 dənə 0-1-in ardıcıllığından ibarət olacaq. Ona görə də bax buradan 3 dənə til çıxıbdır. 3 dənə til çıxıbsa, onda ən çox burada hansı təpələrdən 3 dənə til çıxır? Bu təpədən çıxır. Sonra başqa gəlir bu təpədən çıxır. Sonra başqa hansı təpədən çıxır? Bu təpədən çıxır. Sonra da bu təpədən çıxır. Bunun hər bir təpənin dayandığı sətirdə neçə dənə 1 olacaq? Bax bu til 1, 2, bir də ilgək. Hər birində görürsünüz 3 dənə til çıxdığından, deməli hər bir sətirdə nə qədər olacaq? 3 dənə 1 olacaq, qalanı nə qədər olacaq? 0 olacaq. Deməli 8 dənə xanadan 3 dənəsi 1-dirsə, 5 dənəsi 0-dır. Onda burada neçə dənə təpə var? 1, 2, 3, 4. 4 dənə təpə var. 4, 5-in də elədi 20. Deməli ümumilikdə o ən çox 1 olan hansı sətirlər, onları göstərdim hansı təpələr olacaq. Cəmi 20 dənə nə olacaq? 0 olacaq. 20 dənə də 0 olduğundan 48-dən çıxıram 20-sin, qalır 28. Sonra şagirdlər gəldik 12 nömrəli tapşırığa. 12 nömrəli tapşırıqda nə deyib? 12 nömrəli tapşırıqda yazılıb ki, 64 simvoldan ibarət əlifbanın simvollarının sayı hər dəfə bir vahid azalmaqla yeni əlifbalar yaradılır. Sonuncu əlifbanın gücü 2-dir. Bu əlifbaların hər birində eyni uzunluqda olan mətnin informasiya həcmləri cəmi 320 bayt olduğunu bilərək həmin mətndəki simvolların sayını hesablayın. Yəni burada demək istəyir ki, bir dənə mətndir. Bu mətnin uzunluğu neçə simvoldan ibarətdir? Biz onu bilmirik. Elə hansı ki bizdə nəyi soruşur? Bax onu soruşur. Deyir ki, bu mətin birinci 64 simvollu əlifbada kodlaşdırılır. Sonra 63 simvollu əlifbada kodlaşdırılır, həcmi hesablanır. 62, 61, nəhayət 17, 15, 14, 13 belə hər bir əlifbada kodlaşır və həcmi hesablanır. Sonra o həcmləri toplayanda cəmi 321 bayt eləyir. Tap görək ki, mətn neçə simvoldan ibarət imiş. Biz fərz eləyək ki, mətn x simvoldan ibarətdir. X simvoldan ibarətdirsə 64 simvoldan ibarət əlifbada əlifbanın gücü 64-dürsə, deməli hər bir simvol nə qədər 1 tutur? Hər bir simvol 6 bit yer tutur. Deməli onda bu 64 simvollu əlifbada bizim o qəbul etdiyimiz mətn 6x həcmdə bit tutacaq. İndi bu 63-də də belə olacaq. 63-də də belə olacaq. Çünki 63 simvollu mətndə, üzr istəyirəm, 63 simvollu əlifbada 6 bit tutur. 62-də ta ki 32-yə qədər 64-dən başlayaraq 32-yə qədər əlifbanın gücü 32-yə düşənə qədər hamısı 6 bit olacaq. Məsələn, gəl bir dənə də yəni deyək ki, tutaq ki bizə dedi əlifbanın gücü 33-dür. Əlifbanın gücü 33-dürsə, tap görək bir simvol burada nə qədər bit tutur? Bir simvol 6 bit yer tutur. Ta ki 64-dən 33-ə qədər. Ona görə 63-dən, üzr istəyirəm, 64-dən 33-ə qədər nə qədər sayda əlifba, fərqli əlifba yaranır? Onda onların hər birində 6 bitdir də, düz 6 bitdir. Onda birincisi 64 ilə başlayır. 64-dən çıxıram 33-ün, qaldı neçə? 64-dən 33-ün çıxıb üstünə 1 gələcəm də dediyimiz kimi. 1, bu da nə qədərdir? 31, 32 dənə. Deməli 32 dənə əlifbada, bu 32 əlifba hansı əlifbada? Gücü 64, 63, 62, 61, 60, 59 ta ki gəldi 32-yə qədər olan əlifbaların hər birində bu mətn, yəni x simvollu mətn 6x bit yer tutacaq. Deməli 31 dənə əlifbanın hər birində 6x bit yer tutacaq. Ona görə bunu nəyə vururam? Yəni 31 deyəndə 32-də bir də əlavə elədik də üstünə. Nədir? 32. Onda vurulsun 32. Sonra üstə gəlsin.
32-dən 16-ya qədər, yəni 32 ta ki 16-ya qədər, sonuncu dəfə 17. Əlifbanın gücü 32 16 intervalında, yarım intervalından. Hər birində 5 bit tutacaq. Yəni əlifbanın gücü 32 də olanda 5 bitdir, 20 də olanda 5 bitdir, hətta 18 də olanda 17-də. Onda nə qədər 32 16-da aralığında, yəni 16-nın özünü bura daxil eləmirik. Çünki 16-da artıq 4 bitdir. Nə qədər əlifba var? Neçə versiyada əlifba yaranır? Fərqli. Deməli 16 dənə əlifba yaranır. Hər birində də nə qədərdir? Onda 5 bit tutur. Onda yazırıq 16 vurulsun 5x. Yəni birində 5x tutur, 16 dənənin də hər birində 5x. Sonra bu qayda ilə prosesi davam elətdirsək, 16-dan ta ki gələcək 8-ə qədər, yəni 8 dənəsində, 8 dənə əlifbada hər birində 4 tutacaq. Səbəbin bildiniz niyə? Düz, onda 4x. Üzərinə gəlinsin, lap bu 4x-i biz qırmızı ilə yazaq. Üzərinə gəlinsin. 8-dən başlayacaq ta ki 4-ə qədər. Burada 4 dənə əlifba eləyəcək də, yəni 8, 7, 6, 5. Hər birində 3 bit tutacaq. Yəni 4 dənə fərqli əlifba, 4 fərqli əlifba. Hər birində nə qədər? Hər birində də 3 bit tutduğunu 3x. 4-dən də 2-yə qədər 2 dənə əlifba var. 4, birdəki nə? 4-ün özü 3, 2. Bunların da hər birində, yəni 4-dən 2-yə qədər, 2 daxil olmağı yox, 4, 4-dən 3. Hər birində 2 bit yer tutur. Əlifbanın gücü n bərabərdir 4-dürsə, deməli onun informasiya miqdarı nə qədərdir? Hər bir simvolun informasiya miqdarı 2-dir. Onda burada da nədir? Olacaq, hər birində həcm tutacaq 2x, ancaq neçə dənə əlifba yaranır? Burada da yaranır 2 dənə əlifba. Ən nəhayət, sonda əlifbanın gücü 2 olanda, orada da hər bir simvol 1 bit tutur. Ona görə də orada yazıram x. Və bunu hesablasam 321 bayta bərabər olmalıdır. Təbii ki, bunlar bitləndir. Ona mən burada yazsam, bunları elə bayta çevirib yazaram da. Yəni bunlar 300, bu bitdi. Bitdi. İndi bunları bayta çevirib yazsam, baytla yazıb hesablasam, burada nə qədər eləyir? 4, yəni 32 elədi 4, 4 bayt 24x, üstə gəlsin 16 elədi 2, 10x, üstə gəlsin 8 sadəcə 4x, 4, 0.5 vurulsun 3x, yəni baytla yazsaq, üstə gəlsin, ya da elə belə çevirmirəm, yəni bit bərabərdir sadəcə yazsam 321 vur 8 və bunu həll eləsəm, cavabın nə çıxdığını, 8 çıxdığını tapa bilərik. X bərabərdir 8. Yəni neçə simvoldan ibarətdir? 8 simvoldan ibarət. Sonra burada var klaster ölçüsü 8 kilobayt olan diskdə 45 kilobayt həcmində hesabat XS faylı saxlanılır. Klaster ölçüsü 8 kilobayt olan diskdə 45 kilobayt həcmində hesabat faylı saxlanılır. Yəni saxlanılır burada demək biraz düzgün deyil, yəni saxlanılacaq. Deməli, fayl yenidən 25 kilobayt məlumat əlavə edilərsə fayla, bu fayl üçün diskdə əlavə olaraq neçə klaster ayıracaq? Gəlin biz görək 45 kilobaytlıq, bax bunu pozum, bu 45 kilobaytlıq mətn 8 kilobaytlıq diskdə nə qədər yer tutar? Burada yaxşı olardı ki, saxlanılacaq yazardıq. Saxlanılır olanda olmaz. Deməli, 45 kilobaytlıq mətn diskdə 45 8-ə bölünmür. 45-dən dərhal sonraki ədəd neçədir? 48. Yəni 48 kimi görsənəcək diskdə. 48 kilobaytda 8 kilobaytlıq sektorlarda 6 dənə nə aparacaq? Klaster aparacaq. Sektor yox, klaster səhv dedim. Klaster aparacaq. İndi bu faylın həcmi 25 artdı. Yəni 45 idi. Əgər 25 artırsaq, 45-in üstünə 25 gələnə qədər eləyir 70 kilobayt. İndi 70 kilobaytı biz 8 kilobaytlıq klasterə yerləşdirsə, 70 kilobayt diskdə 72 kilobayt kimi görünəcək. 70-dən dərhal sonraki ədəd nədir? 8 kilobaytlıq klasterlərdə yerləşəndə bunun üçün 9 dənə klaster lazım olacaq. İndi əvvəlcə 6 klaster lazım idi. Sonra artandan sonra 9 klaster lazım oldu. Deməli, əlavə neçə klaster lazım oldu? Əlavə 3 dənə klaster əlavə olunmuş oldu.
Sonra 15-i burada deyəcəyəm. Deyir, müəyyən söz aşağıdakı qayda ilə şifrələnib. Hərflər əlifbada yerləşdiyi mövqeyə uyğun olaraq hərflərin mövqeyi birdən başlayır. Say qədər sağa sürüşdürülür. Yəni, hansı mövqedə, kodlaşdırmanın qaydası belədir ki, hansı mövqedə dayanıbsa, o mövqeyə qədər sağa sürüşdürülür. İlkin sözün bütün hərfləri əlifbanın ilk 13 hərfi arasındadır. Şifrələnmədən sonra alınan söz H, R, Z olarsa ilkin sözü müəyyən et. İlk 13 hərfi tapaq, 13 hərfə daxil olmayanları çıxardaq variantlardan. Yəni, bunu ən yaxşı halda variantla eləmək lazımdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Yəni, bu M elə bir, yəni ilkin söz. İlkin söz buradakı bu aşağıdakılardan biridir. Bunlardan biridir. İlkin söz. Bu variantlardan biridir. İndi bu ilkin sözün bütün hərfləri ilk 13 simvol arasında, yəni M hərfindən solda olmalıdır. Məsələn, baxaq, görək ki, burada hansıdır? Tutaq ki, buna baxsaq, A variantına baxsaq. A variantına baxarkən, görək ki, əgər A variantı olsaydı cavab, M hərfi hansı mövqedə yerləşir? 13-cü mövqedə yerləşir. Onda 13 dənə sağa getməli idi. 13 dənə sağa gedib H-a çevrilməli idi. Bu mümkün deyil. Ona görə bu getdi. Sonra B variantına baxırıq. P hərfi ümumiyyətlə ilk 13 simvolun arasında deyil. Bu da getdi. Sonra EHM-ə baxırıq. EHM bəli ilk 13-dədir. Görək amma 13 qədər sağa gələndə H-a çevrilirmi? Y hərfinə baxaq. Y hərfi 13 tutduğu mövqe neçədir? 1, 2, özü 13 səhv dedim. Tutduğu mövqedən söhbət gedir. 1, 2, 3, 4, 5. 5-ci mövqedədir. 5-ci mövqedə görək H-a çevrilirmi? 5 mövqe sağa getsə. 1, 2, 3, 4, 5. Əslində Z-ya çevrilir. Deməli, bu da deyil. Sonra P də bu 13, ilk 13 simvol arasında deyil. Ona görə D variantı da getdi. Deməli, onda cavab qaldı nə? Y variantı. Deməli, bu demiymiş. Doğrudan da D hərfi 1, 2, 3, 4-cü mövqedədir. 4 dənə sağa gedəndə 1, 2, 3, 4 H-a çevrilir həqiqətən. R hərfi neçənci mövqedədir? R hərfi burada ilk 10, R hərfi nə idi? Üzr istəyirəm. I hərfi. I hərfi bax buradadır. İlk 13-cü mövqedədir. Bu hissədədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dadır. 9 dənə sağa getsə başlayacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gördünüz? R-a çevrildi. Yəni, ümumiyyətlə, bunun cavabı nə oldu? Y variantı. İndi isə gəlin 18-ə baxaq. 18-də yazılıb ki, Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan bir dənə sətr verib. Görürsünüz, sətirlər arasında boşluq da var. Bax, məsələn, bu hissələrdə boşluqlar var. Üzr istəyirəm, bu hissədə, sonra bu hissədə, bu hissədə. Sətri daxil edilərsə, nəticəni müəyyən edin. Nəticəni müəyyən etmək üçün biz başlayırıq proqrama. Proqramda yazıb input. Input olanda bax bu ifadəni biz nə etdik? Klaviaturadan qəbul etdik. Sonra deyir A bərabərdir A.split. Split nə edirdi? Split verilmiş sətirdən siyahı düzəldirdi. Siyahı düzəldəndən də sonra nə baş verirdi? Özdə arqumenti burada göstərilməyibsə boşluqlara görə ayırırdı. Onda icazə verin ki, mən bunu təzədən boşluqlara görə yorucu olmasın mən üçün yazmayım. Bax burada bunun nəticəsi bir siyahı olacaq. Özdə buradakı bu boşluqlara görə ayrılacaq. Yəni birinci ifadə olacaq, məsələn bu, ikinci ifadə olacaq bu, yəni siyahının elementi, üçüncü olacaq bu, dördüncü olacaq bu, beşinci olacaq bu, altıncı elementi bu, yeddinci element, səkkizinci element, doqquzuncu element, 10-cu element. İndi diqqət edək. N bərabərdir 0-ı gördük. Sonra yazılıb for in range 0-dan len-aya, yəni bu o deməkdir ki, artıq siyahının elementlərinə, indekslərlə müraciət olunacaq və i nəyi alacaq? I birinci dəfə 0 olacaq. Yəni ümumiyyətlə len-a yazılıbsa daha hər dəfə deməyəcəyəm də i 0 olanda bu siyahının elementlərinə soldan başlayaraq bir-birinə eləyəcəyəm, müraciət eləyəcəyəm. Çünki bu yazılışın mənası o deməkdir ki, siyahının elementlərinə 0-cı indeksdən ta axıra qədər bir-bir müraciət elə. Hə. İndi x olacaq 2 dəfə nə? X olacaq bax bu. Bax birinci bu element. X bu element oldu 1A. Yəni A0 həmin element oldu. İndi deyir ki, x-in uzunluğundan 1 çıx və s-ə mənimsət. X-in uzunluğu nədir? 2-dir. Ondan 1 çıxdım, s-ə mənimsətdim. Cavab qaldı 1. İndi bizə deyir ki, x-da x0. Yəni x nə idi? X 1A-dır artıq. Onun x0 elementi 1-dir. x0 lower, yəni x0-ı kiçilt,
Yəni rəqəmin də kiçik versiyası ilə yeni rəqəmdir. Əgər x0-ın baş hərf formasına, yəni aşağı registr yox, yuxarı registr baş hərf formasına bərabərdirsə, həqiqətən də birin upper'ı da lower'ı da eyni şeydir. Onda XS-i, yəni XS nədir? XS ilə bu şərt ödənərsə, keç ikinci bunun içindəki şərtə. XS də 1-dir. Onda X1-i kiçilt, X1 onsuz da kiçikdir, A-dır. Fərqlidirsə, həqiqətən X1-in yuxarı versiyasından, yəni upper'ından, bəli, həqiqətən də X1-i lower eləyəndə elə kiçik elementdir. Onu nə etdik? Kiçildən də elə yenə kiçik A hərfi, böyüyəndə də böyük A hərfi ilə onlar bir-birindən fərqlənir. Onda n-i bir vahid artır. Doğrudan da burada n bir vahid artacaq. Olacaq nə? 1. Sonra keçdik nəyə? İkinciyə baxırıq. Yəni ikinci elementə baxırıq. Bunu azca böyüdüm. Və bu ikinci elementə baxırıq. İkinci elementi götürdük. İkinci elementi götürəndən sonra nə baş verdi? Artıq ikinci element x ikinci elementdir. Uzunluğu nə qədərdir? 3'dür, oldu 2. İndi ikinci elementin birinci, yəni 0-cı indeksdə dayanan hərfi, yəni böyük A hərfinin lower'ı onun upper'ına bərabərdirmi? Xeyr. Deməli, ümumiyyətlə, gəlin buradan qərar qəbul edək. Hansıların lower'ı, bax, bunlardan hansıların, bax, bu elementlərdən hansının lower eləyəndə upper'a bərabər olur? Yalnız rəqəmdən başlayanları da. Yəni, bu şərtin ödənib sonra bura daxil olması üçün bu şərt alacaq rəqəmlərdə ödənir. Rəqəmin upper'ı lower'ına bərabərdir. Onda deməli, biz nə edək? Bu başdan elə hərflə başlayanların üstündən xətt çəkək. Onlar bizə lazım olmayacaq. Onlar ödəməyəcək şərti. Yəni, bax, bunun üstündən xətt çəkdik. Sonra bunun üstündən xətt çəkdik. Bunun üstündən xətt çəkdik. Sonra bunun üstündən xətt çəkdik. Hətta bunun da üstündən xətt çəkdik. Bizim baxacaqlarımız hansı olacaq? Baxacaqlarımızı bu andan etibarən dairələrin içində alınan bu idi. Baxdıq. Sonra buna baxacağıq. Buna baxacağıq. Baxaq da. Onda baxanda nə edir? Bunun uzunluğu 3'dür, uzunluğu oldu 2. Həqiqətən də birinci şərt ödəndi, yəni 2 ilə başladığından bu şərt ödəndi. İndi keçdik ikinci elementin, yəni A hərfinin, ikinci A-nın kiçildilməsi, yəni böyük lower'ı onun upper'ından fərqlidirmi? Həqiqətən də fərqlidir. Onda yerin qiyməti 1 vahiddə artdı və nə oldu? Təzədən qayıtdıq biz yuxarı. Keçdik növbəti elementi. Növbəti element hansı element gəldi? Bax, bu gəldi. Birinci şərt doğrudan da bunun üçün də ödənir. Çünki rəqəmdən başlayır. Bunun da eyni ilə uzunluğu 3'dür. Onda nədir? Uzunluğu 3 olduğundan, üzr istəyirəm, uzunluğu 2'dir. Onda burada olacaq cavab 1. Bu şərt ödəndiyi üçün birinci indeksdə dayanan elementi, yəni bu hərfi nədən fərqlidir? Onun kiçik versiyası böyük versiyasından fərqlidir. Onda ona görə də bir vahid artacaq. Burada plus 1 yazacaq. Həmçinin keçsək burada. Burada da həmin şərt ödənəcək. Onun da üstünə gəldim 1. Amma bunu hansısa birində mən səhv elədim. Bax, bunda birində ödənməyəcək. Çünki buna bayaq mən baxdım. 3'dür. Bax, bunda ödənirmi? 2B ödənir. Doğrudan da bax, birincidə 1A-da. 1A-da birinci şərt ödənir. Birinci elementdə. Qoy buradan işarə eləyim. 1A-da birinci şərt ödənir. İkinci də fərqli olduğu üçün 1 gəldi. Sonra keçdik buna 2 ilə başlayıb. Birinci şərt ödənir. Yəni, orada gəldi nə? Uzunluğu 3'dür. Onda burada olur 2. 2-dirsə, nə edirik? X2-yə müraciət edirik. X2-yə müraciət eləyəndə, burada şərt ödənmir. Çünki baxın uşaqlar, burada səhv demişəm. Bax, burada bu element var. Burada 2A1. Birinci şərt ödənir. Çünki rəqəmlə başlayıb. İkinci şərt böyük A hərfi. Burada da uzunluğu nə olur? Uzunluğu 3'dür. Birin çıxanda qalır 2. Aşağıda X2 lower'ı fərqlidirmi? X2-nin upper'ından. X2 də nədir? Bir rəqəmidir. Bir rəqəmində fərqli deyil. Ona görə bunun üçün nə olacaq? Olmayacaq. Yəni, bunun üstündən xətt çəkdim. Artıq bir dənəsini tapmışıq. Bunları da pozaq. Bir dənə cəmi bunda ödənib proses. Ondan sonra bunda ödənməyəcək. Keçdik burada. Burada 2B-dir. 2 üçün buradakı şərt ödənir. 2'dir. Uzunluğu da 1 olacaq. Birinci indeksdə dayanan element B hərfidir. Bax, bu hərfi. Bu hərfi də həqiqətən birinci indeksdə dayanan upper lower'ından fərqlidir. Ona görə burada da ödəmə baş verəcək. 1 gəldim üstünə. Ən nəhayət keçdi. Burada da eyni şey baş verəcək. Çünki kiçik B hərfidir. Nə fərqi? Birində gəldim üstünə, amma burada baş verməyəcək. Rəqəm 2 ilə başlayıb. Birinci şərt ödənir, amma ikinci şərt. Bu şərt ödənmir. Çünki bu şərtdə 3.
Uzunluğu 2'dir. Burada 1 olur. Ona göre x1 burada 3 rəqəminə düşür. 3 rəqəminin lower ilə upper'ı eyni deyil. Eynidir. Yəni bizə fərqlilik lazımdır. Ona görə də cavab burada olacaq nə? 3. Sonra buradan gələcəm 20-ni izah eləməyə. 20-ni əksər bizim şagirdlərimiz səhv cavab yazıb. Əksəriyyəti E variantı, C variantı belə yazıb, amma 20-də düzgün cavab A variantıdır. Deyək ki, proqramın icrası zamanı klaviaturadan daxil edilmiş inf A22 sətri üçün nəticəni müəyyən edin. Belə bir proqramdır. İndi başladıq. Sətrimiz də budur. N dəyişəninin qiyməti olacaq bu. Sonra ardıcıllıqla müraciət eləyəcək həmin sətrə. Bax, bu sətrə müraciət eləyəcək. Çünki i dəyişəni birinci olacaq. I hərfi, sonra n, f bu qayda ilə də, yəni bu ardıcıllığı siz bilirsiniz artıq bunu. İndi bizə qayıdır deyir ki, əgər götürdüyün i, yəni götürdüyün simvol 0-dan kiçikdirsə, 9-dan da böyükdürsə, yəni 0 bu o deməkdir ki, 0 9-a daxil deyil. 0'ın özü olsa olar. Çünki 0'ın özü də olsa olmaz, üzr istəyirəm. Yəni 0 9 parçasına daxil deyilsə, bu nə deməkdir? Yəni götürdüyün i hərfdirsə, rəqəm deyilsə, hərfdirsə, həmin n-də, n dəyişəninin də qiyməti budur da, bax budur. Həmin n dəyişənində, həmin hərfin yerin boşluqla əvəz elə. Biz də baxırıq ki, burada davam eləsək, bax keçdik i hərfi. Həqiqətən də 0-9 aralığına daxil deyil. Doğrudan da i hərfi 0-dan 9-un daxilində deyil. Biz burada şərt qoymuşduq ki, dedik ki, 0-9 aralığına daxil deyilsə, onda nə et? Boşluqla əvəz elə. Onda biz i hərfinin yerini nə ilə əvəz elədik? Boşluqla əvəz elədik. Boşluq. N hərfi də daxil deyil, onu da yerin boşluğuna əvəz elədik. F hərfi də daxil deyil, boşluğuna əvəz elədik. Sonra keçdik nədir? 2-yə gəldik. 2 ancaq daxildir bu aralığa, 0-9-a. Deməli, şərt ödənmədi. Bizə 0-9 aralığına daxil deyilsə deyir, replace boşluğuna əvəz elə. Ona görə onu toxunmadıq. Yəni, başqa sözlə, harada hərf varsa, onlar boşluqlarla əvəzlənəcək. Əvəz olundu 22-yə toxunmadıq, yenə AA 2 boşluqla əvəz olundu, 8-ə toxunmadıq, BCD 3 dənə hərf boşluqla əvəz olundu və 12-ə də toxunmadıq. Belə bir şey alındı, yəni orada boşluq görünməyəcək, ya da ki görünəcək, arada boşluq, çünki sətirdir, görünəcək. İndi bizə deyir ki, for i n split, yəni n-i split elə, sonra onlara müraciət elə. Splitdə də burada arqument göstərilmədikdə, bu boşluq kimi, yəni boşluğa görə, susma rejimində əgər splitin daxilində arqument göstərməyibsə, o boşluqlara görə ayırır. Boşluqlara görə ayıranda olacaq 2, 22, özdə sətir formatında 22, sonra olacaq 8, sətir formatında, sonra da olacaq 12, sətir formatında. Sonra da onları bir-bir çap edilsə nə olacaq? Buradan A variantı olacaq cavab. Sonra keçirəm A variantına. A variantında belə bir şey yazıb, deyir, dövrün gövdəsinin icra sayını tapmaq lazımdır, bir də S dəyişəninin qiyməti. Mən bunu sizə dəfələrlə izah eləmişəm. Bunun üçün nə edirik? Deyirik, fərz eləyək, dövrün gövdəsi bir K dəfə davam edib. K dəfə davam edibsə, onda dövr dəyişəni də n-dir. Görək ki, neçə dəfə davam edib. N 3-dən başlayıb, hər dəfə n-in üstünə burada 1 əlavə olunub. K dəfə 1 əlavə olunmaq, yəni elə K əlavə etməklə eyni bir şey. 3 üstəgəl K olubdur sonuncu qiyməti. Sonuncu qiymət də bu dövrü ödəmir. Yəni bu şərti ödəməyib ki, sonuncu qiymət oldu da. Ödəsəydi o sonsuz dövr, bax nə edərdi? Belə davam edərdi. Hansısa bir sonuncu qiymət alınıb və o bu şərti ödəməyib, yox baş verib, çıxıb S-i çap edib. Bax, həmin sonuncu qiymət budur. Bu şərti ödəməmək nə deməkdir? Yəni bu şərtin əksidir də. Böyükdür, bərabərdir 50 deməkdir. Onda burada da K böyükdür, bərabərdir 47. Deməli, K bərabərdir 47. Ən kiçik ədədi götürürük. Dövrün gövdəsi 47 dəfə icra olunub. İndi S-in qiyməti nə olar? 47 burada A, S, nə bilim, Y variantlarına var. S-in də qiyməti olacaq. S 0-dan başlayıb, hər dəfə 2 vahid artıb. Yəni 47 dəfə 2 gəlmə, 94 gəlmə, 2 40 80, 2 edin. 94 əlavə etmək lazımdır. Deməli, nədir? Onda C variantı bizim olacaq düzgün cavab. Sonra gəldik 28 nömrəli tapşırığa. 28 nömrəli tapşırıqda yazılıb ki, sözlərlə alqoritm təsvir edib, bunda təbii dildə müəyyən yazın. Yəni, elə də çətin bir şey deyil.
İndi birinci addım nədir? A dəyişənin qiymətini daxil edim. Mən buraya yazıram başlanğıc. Sonra A dəyişənin qiymətini daxil edirəm. A dəyişənin qiymətini daxil etdim. Sonra nədir? S dəyişənin qiymətinə 0 mənimsədin, K dəyişəninə 1 qiyməti mənimsədin. Onda yazıram S bərabərdir 0, K da bərabərdir 1. 1 mənimsətdim. Sonra deyir, əgər A dəyişəninin qiyməti 0-dan kiçik deyilsə, onda 5-ci addıma keçin. Yəni 4-dən sonra 5-i icra et. Əks halda 8-ə keç. Və 5-ci addımdan da sonra deyir, A dəyişənin qiymətini 2 vahid azaltın. Əgər A dəyişənin qiyməti K-dan böyükdürsə, onda K dəyişənin qiymətini 3 vahid artırın. Filan neyinir? Prosesi davam elətdirir. Deməli, buradan aydın olur ki, bu dövri alqoritmdir. Deyə bilərsiniz, axı orada şərt deyil, 0-dan kiçik deyilsə, onda 5-ci addıma keç. Çünki ola bilər ki, A dəyişəninin də bu aşağı 5-ci addımdan sonraki gələn addımlar ki var, onları yerinə yetirərik, hələ də nə olar? 0-dan kiçik olmaz. Ona görə də bu dövri alqoritmdir. Yəni bunu şərt şəklində yazmağa ehtiyac yoxdur. 0-dan kiçik deyilsə filan, sonra da filan. Nədir? Ona görə bunu dövri alqoritm şəklində yazırıq. Nə edirəm? Şərt qoyuram. Şərtdə deyir ki, əgər A dəyişənin qiyməti 0-dan kiçik deyilsə, onda 0-dan kiçik deyilsə də A 0-dan kiçik deyil olmaq nə deməkdir? Böyükdür, bərabərdir 0 deməkdir də. Yəni A böyükdür, bərabərdir 0 olarsa, deməli 0-dan kiçik deyilsə, hə. Onda nə baş versin? 5-ci addıma keçsin. 5-ci addımda nə yazılıb? A dəyişənin qiymətini 2 vahid artır. A bərabərdir A plus 2. Sonra nədir? A dəyişənin qiymətini 2 vahid azaldın. Üzr istəyirəm, burada azaldan da çıx 2. Ondan sonra 6-cı addımda deyir, əgər A dəyişənin qiyməti K-dan böyükdürsə, A dəyişənin qiyməti K-dan böyükdürsə, hə. Onda nə et? A dəyişənin qiyməti K-dan böyükdürsə, K dəyişənin qiymətini 3 vahid artır. K bərabərdir K plus 3. K dəyişənin qiymətini 3 vahid artır. A dəyişənin qiymətini 1 vahid azalt. A bərabərdir A minus 1. Yox. Azaldın. Yox, əks halda K dəyişənin qiymətini 3 dəfə artırın. Onda yox, böyük deyilsə, o da deyir K-dan böyükdürsə. K dəyişənin qiymətini 3 vahid artırın. K bərabərdir K vur 3. Artırdım. Sonra deyir ki, S dəyişəninin qiymətinə 7-də deyir, S dəyişəninin qiymətinə A dəyişəninin qiymətinin 2 mislini əlavə edin. Yəni, bunlardan hansı biri baş verdisə, verdi. Onda S dəyişəninin qiymətinə A dəyişəninin qiymətinin 2 mislini əlavə edin. 2 mislini əlavə etdim. Sonra da bizə nə deyir? Dəyişəninə 2 mislini əlavə edib nəticəni S dəyişəninə mənimsədim və 4-cü addıma keçin. Bax, bayaq deyirdim, bu dövri alqoritmdir. Burada gəlib çıxıram ki, görürəm, bu dövri alqoritm işləyir. Təzədən 4-cü addıma keç. Əgər A dəyişənin qiyməti 0-dan kiçik deyilsə, görsən, bax, bu iş. Ona görə də buradan nə etdim? Bunun dövri alqoritm olmağı buradan bilindi. Ona görə də axıra qədər oxumaq lazımdır. Mən bunu axıra qədər ona görə oxumadım. Mən qabaqcadan oxumuşdum bunu, bilirdim dövri alqoritm. Yox, əgər A dəyişənin də qiyməti müsbət deyilsə, yəni mənfidirsə, deyir, əks halda 8-ci addıma keç. Buradan da S dəyişəninin qiymətinin 8-ci addıma deyim, keçdi və nə etdik? Çapa verdik. Sonra keçəcək burada bu tapşırığa deyir, elementləri klaviaturadan daxil olunacaq cüt və tək natural ədədlərdən ibarət elementli siyahının ilk cüt elementi ilə son dək elementin indekslərinin cəmini çapa verir. Əslində bunu başqa üsullarla etmək olar, ancaq ən yaxşı üsul 2 dənə siyahı qoyuruq, tək elementləri birinə yığırıq, cüt elementləri, oradan da problemi həll edirik. N elementi siyahını alıram, n bərabərdir int input. Ondan sonra nə edirəm? Boş siyahı qoyuram, birinə yazıram tək, birinə də yazıram cüt. Gördük. Mən bunu biraz uyğunsuz yazıram.
Siz amma alt-alta yazmalısınız. Deməli, tək cüt. Başladım elementləri qəbul edib bunların içərisinə yığmağa. N dəfə bu proses baş verəcək. For in range. Alıram elementi. X bərabərdir int input. Və yoxlayıram. Əgər element təkdirsə, cütdürsə daha doğrusu, cütdürsə, bunu hansı siyahının içinə əlavə edirəm? Cütün. Yox, təkdirsə, yəni cüt deyilsə deməli təkdir də. Onda S təkin içərisinə əlavə edirəm. Əlavə etdim, siyahı qutardı. Yekunda mən ilk cüt elementin və son tək elementin indeksləri cəmin tapacağım. Onda yazıram, bir dənə K dəyişəninə mənimsədirəm nəyi? Bunun, yəni ilk cüt elementin indeksi 0 olacaq. Çünki 2 dəfə əlavə edilib. Onda yazıram C0. Son tək elementində indeksi nə olacaq? -1 olacaq, yaxud da uzunluğunu taparam həmin siyahının uzunluğundan 1 çıxaram. Yəni len t çıx birinci indeks deyirsə, amma mənfi ilə yazacağım. Onda t -1. Və bundan sonra bunu çap edirəm. Gördük. Sonraki 30-cu tapşırığa. 30-cu tapşırıqda da yazılıb. Klaviaturadan daxil edilən en natural ədədini aşağıdakı qayda ilə 1-ə çevirmək üçün tələb olunan addım sayını tapan proqramı Python dilində yazın. Əgər ədəd 3-ə bölünürsə, onu 3-ə tam böl. Əgər ədəd 2-ə bölünürsə, 2-ə tam böl. Əks halda ədəddən 1 çıx. Bunda ədədi alıram. Ədədi qəbul edəndən sonra bir dövrü prosesdir də bu. Nə qədər ki ədəd hələ 1-ə çevrilməyib. N ya böyükdür 1 yazıram, ya da ki n fərqlidir, ən düzgün dəqiq. N fərqlidirsə 1-dən. Onda əgər ədəd 3-ə bölünürsə, n faiz 3 bərabərdirsə 0-a, onda n-i belə yeniləyirəm. N böl 3. Əks halda əgər ədəd 2-yə bölünürsə, onda ədədi 2-yə bölürəm, yeniləyirəm. Əks halda 1 çıxıram. S n bərabərdir n minus 1. Deyir ki, tələb olunan addım sayını tapın. Yəni bunlardan biri icra olunacaq da, ya bu icra olunacaq, ya elif, ya s. Yəni bu demək istəyir ki, dövrlərin sayını tap. Ona görə mən bir şeyi unutmuşam. Unutduğum şey nədir? Unutduğum şey saymaq üçün dəyişənin qoyulmasıdır. Yəni onda burada da yazıram k bərabərdir 0. Bunlardan hansısa biri baş verməklə asılı olmaraq, burada da yazıram k bərabərdir k plus 1. Və yekunda da yazıram print k. Bu oldu bizim nəyimiz? Sınavımıza aid izahlar.